Herkese salam. YouTube kanalıma və növbəti vloquma xoş gəlmisiniz qızlar. Bugün sizinlə həftə içi bir günümü paylaşacağım. Son zamanlar vloqlarıma fikir vermişəm ki, ancaq həftə sonu vloqlarıdır. Yəni həftə sonu nə işlər görmüşəm, onları çəkib paylaşmışam sizinlə. Amma bugün bir fərqlilik eləmək istədim. Dedim ki, həftə içi bir vloq başladım və sizinlə bölüşüm. İşə gedəcəm qızlar. Saat 7-yə işləyib, artıq mən oyanmışam. Yerimi yığdım, otağı havalandırdım və hazırlaşmağa başladım. Özüm hazırlaşandan sonra keçirəm uşaqların otağına. Təəssüf ki, Mehrini oyatmaq istəyirdim bağçaya aparmaq üçün, amma baxdım, gördüm ki, qızdırması var. Görürsüz, özü də heysizdir. Ona dərman verdim və özüm də düşdüm aşağı, çay isitdim. Elə bu şirniyyatla sadəcə olaraq çay içəcəm. Yüngül makiyajımı da etdim. Bu arada işə özüm gedəsiyəm qızlar. Adətən yoldaşımla gedirik, yəni bir yerdə gedirik, amma o gecə növbəsində olduğu üçün bu səhər özüm işə gedəcəm. İşdə müdirə də xəbər etmişdim ki, Mehrin xəstələnibdir. Biraz gec çıxası oldum evdən. Gözlədim ki, qızdırması düşsün və mən çıxdım. Artıq gedirəm. Ayaq üstə dayanmışam qızlar avtobusda, amma kitab oxumağı da nətər deyək, ihmal etmirəm. Türklər deməli, bu kitabı artıq oxuyub bitirmək istəyirəm. Bugün düşünürəm ki, bitirəcəm inşallah. Avtobusdan düşdüm, metroya mindim. Mən özüm gedəndə 2 avtobus, 1 metro istifadə edirəm. Yəni Mərdəkandan Nərimanova gedirəm. Yəni iş yerim əslində Gənclik və Nərimanovun arasında hesab olunur. Amma ən yaxını Nərimanovdur. Metrodan çıxdım. İndi də universitetin yanına gedən avtobusa gedirəm. Gəldim, artıq işə çatdım. Dediyim kimi biraz gec gəlmişəm. Əslində çox da gec gəlmədim. Elə bil saat 9-da işim başlayır. Amma mən ona 20 dəqiqə işləyirdi. Artıq kartı vurdum və keçdim içəri. Bizdə yəni içəri daxil olma kartlandır. Giriş və çıxışımızı vururuq. Evdən açığı çox narahat çıxdım. Sadəcə olaraq bugün dərsim də var. Yəni heç cürə işdən qala bilməzdim. Gün ərzində qaynanamla danışdım. Yəni qızdırması varmı, yoxmu? Mehrini daimi nəzarətdə saxlayırdım qızlar. Amma şükür ki, gün ərzində demək olar ki, yəni qalxmadı qızdırması. İştahı da yaxşı olmuşdu. Yeməyini falan hər bir şeyini yemişdi. İşə gələn kimi də işlərimə başladım qızlar. Dünən dərsim olmuşdu, qayıbları yazmışdım, amma iştirak edirləri doldurmamışdım. Onları da yazdım. Biz əslində elektron jurnalla işləyirik, amma bu şəkildə mən özümə jurnal da düzəltmişəm ki, öz qeydlərimi aparım. Bu da mənim elektron jurnalımdır. Orada müəyyən işlər var idi, onları görəsi idim. Artıq semestrin sonudur. Demək olar ki, 3 həftəmiz qalıb ki, dərslərimizi bitirək. Ondan sonra imtahan dövrü başlayır. İndi də demək olar ki, imtahana hazırlıq mərhələsindəyik. Yəni ilin bu vaxtlarında biraz bizim işimiz çox olur. Üstəgəl dərsdə keçmək lap adamı yorur. Amma neyniyək ki, çörək pulumuz da buradan çıxır. Mən işimi həvəslə görən insanam, amma açığı deyim ki, son zamanlar biraz yəni işimə qarşı laqeyd falan deməyim. Təbii ki, məsuliyyətim hər zamanki kimi yəni üzərimdədir. Amma biraz həvəssizəm. Bilmirəm, fəsil dəyişikliyi ilə əlaqədardır yoxsa yox. Nəsə biraz bu aralar tək işlə bağlı yox, ümumiyyətlə hər bir şeyə qarşı çox həvəssizəm. İşlərdən biraz gördüm. Artıq
hiss elədim ki, yorulmuşam. Durdum, özümə bir stəkan çay süzdüm. Açığı bu çaydanımız da heç yaxşı işləmir. Çayımızı yaxşı isti saxlamır. Əslində təzə almışıq, amma heç də razı qalmadıq. Özümə biraz fasilə verdim. Evdən özümdən çərəz, meyvə quruları, hansısa bir şirniyyat olanda işə aparıram qızlar, yəni orada yeyirəm. Biraz istirahətdən sonra təbii ki, işlərimə davam eləyirəm. Gün ərzində demək olar ki, işlərimiz dayanmır. Yəni daimi olaraq nəsə sənəd istəyirlər, nəsə belə deyim də vacib olan başqa bir işlər olur ki, yerində gedib həll eləməli oluruq. Yəni ki, belə deyək də, şöbələr arası gedib gəlirik, dekanatlıqdır, başqa kafedralardır. Yəni demək olar ki, gün ərzində dayanmırıq. Bu gün yemək də gətirməmişdim. Ona görə bufetdən şaurma aldım. Abedimi də artıq elədim. Daha doğrusu üzr istəyirəm, naharımı da elədim. Və yenidən işlərimə davam elədim. Yəni həftə içi günümün böyük bir hissəsi işdə keçir qızlar. Artıq vloqumu, uzun müddətli vloqlarımı yəni izləyən abunəçilərim azdan çoxdan bilərlər. Yəni həftə içi yəni günün demək olar ki 10 saatı işdə oluram. Yəni 18 saatı işdə, elə 2 saatı da yolda oluram. Qalan vaxtları da ki, evdə yüngülvari işlərimi görməklə keçirdirəm. Yenə də kitabımı oxumağa başladım. Görürsünüz, artıq çox az qalıb. Amma təəssüf ki, orta hissədən kitab biraz qopmağa meyl eləyir. Ona görə maksimum dərəcədə ehtiyatla oxumaq istəyirəm. Çünki bilirsiniz ki, kitabları sevirəm, istəmirəm ki, yəni belə zərər ziyan gəlsin. Mən kitablarıma ümumiyyətlə çox yaxşı baxıram. Biraz kitab oxudum, sonra da cüzi bir boş vaxtım var idi. Onda da elə işdə kompüter əlimin altındadır deyə uşaqların bu aylıq hazırlıq və şofer pullarını hesablamaq üçün cədvəlini tutdum. Bilirsiniz ki, mən həmişə bu şəkildə özümdə qeydiyyatlar aparıram ki, yəni ödənişi eləyəndə müəllimlə və yaxud da ki, sürücüyə, yəni çaşqınlıq olmasın. Hazırlamamışdım, yəni may ayı başlayandan hazırlamamışdım, onu hazır etdim. Və dərsim də var idi qızlar, dərsimi də keçdim. Artıq 8-ə işləyir, evə gəlmişəm. Evə gələn kimi kitabı dəyişdim, yerinə qoydum. Başqa bir kitab götürəcəm oxumaq üçün. Çünki Una və Selinceri artıq bitirmişəm. Bu Elxan Elatlı'nın kitabıdır, Ölümsüz Qətil. Mən ilk dəfə olacaq ki, Elxan Elatlı'dan kitab oxuyacağam. Bunu mənə iş yoldaşım verib, yəni mənim öz aldığım kitab deyil. Kimlərsə oxuyubsa, onun haqqında, belə deyim də, yəni əsərləri haqqında axıcıdırmı, yaxşıdırmı fikirlərini bölüşə bilərlər. İş yoldaşım məsləhət gördü. Mən də dedim, gətir oxuyum, görüm xoşuma gələcəkmi də, yəni ümumiyyətlə qələmi. Bilirsiniz ki, Elxan Elatlı sevənlər də var, qəti sevməyənlər də var. Hətta Elxan Elatlı oxuyanlara biraz, belə deyim, ədəbiyyatdan başı çıxmayan insanlar kimi baxan gözlər də var. Amma mən hər cürə kitab oxuyuram, klassika olsun, deyib bu əlimdə gördüyünüz kitabları da yeni almışam. Düzdür, klassikaların belə deyək, ixtisarlaşdırılmış formasıdır, amma yenə də mən hər növdə kitablar oxumağı sevirəm. Buna da sabahdan başlayacağım inşallah. Aşağı düşdüm, qara paltarlar var idi qızlar, onları da maşına atdım. İstəyirəm ki, müəyyən işləri həftə içi görüm ki, həftə sonuna çox da iş gücüm yığışmasın. Onsuz da yəni evləri yığışdırmaqdır, silib süpürməkdir. Bunları mən həftə sonuna saxlayıram. Çünki axşam çox gec gəlirəm. Həftənin 2 günü ümumiyyətlə gec gəlirəm. Bu gün də elə gec gəldiyim günlərdən biri idi qızlar.
Saat 8-ə bir 15 dəqiqə işləyirdi ki, mən artıq evə gəldim. Çünki dərsim elə 6-ya 20 dəqiqə qalmış bitir. Dediyim kimi, yəni gec gəldiyim üçün vaxtım qalmır, süpürməkdir, silməkdir. Belə işlərə, toz almaqdır, qətiyyən vaxtım qalmır. Ancaq səliqə-səhman işləri görə bilərəm. Yəni təbii ki, uşaqların dərsi ilə məşğul oluram. Bir də ki, maksimum dərəcədə paltarları maşına atıb çıxardaram, sərərəm. Çox nadir hallarda da çox vacib olsa paltarları ütüləyirəm. Mən bu işləri görərkən Mehrinə də keçən vloqda sizə göstərmişdim. Aplikasiyalar almışdım. Mehrin onları kəsib, düzəldib, şəkillərə baxa-baxa düzəldibdi. Çox bəyəndi, çox xoşu gəldi. Rastıma çıxdıqca alacam. Yəni evdə körpə uşağı olanlar məsləhətli bir şeydir. Alın, uşaqların başı qatılır da, belə deyək. Uğur da dərslərini eləyib bitirmişdi. Artıq yuxarı qalxdım. Onlara yemək verdim. Dedim, siz yeməyinizi yeyin. Mənim elə bir aclığım yox idi. Elə yüngülvari çayla axşamı yola verdim və yuxarı qalxdım. Gördüyünüz kimi yuxarı həmişəki kimi köçür. Həmişəki kimi deməyim, yox, özümə haqsızlıq etməyim. Çünki belə deyim, bir çox hallarda səliqə səhmanlı olur, amma bəzən olur ki, hər şey qarışır bir-birinə. Hətta mən Uğurun Venetka çəkilişindən bu yana onun palını, paltarını nək aparmışdıq çəkilişə. Onları belə rahatlaya bilməmişdim, qızlar. Bir dənə evə gələn kimi bu ayaqqabıları sildim, təmizlədim. Silib bir salfetkası ilə. Onları da elə apardığım setkalarda saxlamışdım. Onların hamısını yerbəyer edim, dedim. Bu ayaqqabını çox bəyəndim. Digərini Elsivaki 2-dən almışdım, amma bunu dedim ki, adi bir mağazadan almışam da, qızlar. Amma bu daha yaxşı, daha keyfiyyətlidir. Uğurun da bu daha çox xoşuna gəldi. Həm də ki, yaya çox uyğundur, yəni setkalıdır deyə. Yəni belə deyək də, ayağı tərrətmir. Çox yaxşı ayaqqabıdır. Mən də sildim, təmizlədim. İnşallah bir də məzun günündə geyinəcək. Digər göy olanı bilmirəm, məzun günü götürməyə ehtiyac olacaq yoxsa yox, amma qabaqda yaxın adamlarımızın toyları var. İnşallah ki, ora yəqin ki, geyindirəcəm. Deməli, bu işləri görüb qutarana qədər artıq maşında dayanmışdı. Yenidən aşağı düşdüm. Onları qaldırdım, sərdim hamısını. Hava da yaxşı idi, çox mülayim idi. Düşünürəm ki, bundan sonra yəqin ki, artıq yay istiləri başlayacaq, qızlar. Düzdür, yayı heç sevmirəm. Vloqlarımı izləyən bir çoxları yəqin ki, bilər. Mən yay fəslini heç sevmirəm. Düşünürəm ki, bu 3 ay yayı mənə iynə vurardılar. Mən bu 3 ay yayı yatardım. Bir də payızda oyanardım. Yəni, mən soyuq ayların adamıyam. Amma nə etməli? Yayda da həyat davam edir, belə deyək. Şükür, Mehrin də yaxşıdır. Gün ərzində qızdırması qalxmamışdı. Mən evə gələndə də keyfi çox-çox yaxşı idi. İnşallah ki, sabah bağçaya da aparacam. Uşaqları qoydum, yatdılar. Mən evə gələndə makyajımı silməmişdim. Biraz belə ərindim. Ərinmədim, daha çox fikirləşdim ki, evin işlərini görüm. Axşam yatanda təmizləyərəm. Misellər su ilə təmizləyəcəm, çünki üz yuma gelim bitibdir. Mən nə qədər misellər su ilə təmizləsəm də mütləq şəkildə gellə də yuyuram. Ən sonda da üzümə bu gel maskasını eləyəcəm, qızlar. Günü demək olar ki, belə başa vurdum. Maskanı eləyib biraz da dincəldim.